Hər birinizi xoş gördük əziz abituriyentlər. Bugün sizinlə yenə 2025-ci il toplusundan 4-cü mətnin birinci hissədən 4-cü mətnin izahına baxacağıq. Gəlin mətni oxuyaq, tərcümə edək. About 1000 years ago, there were people known as the Vikings. Deyir, təxminən 1000 il əvvəl Viking kimi tanınan insanlar var idi. They were powerful and people in Europe were afraid of them. Onlar güclüydülər və Avropadakı insanlar onlardan qorxurdu. The Vikings were people of Scandinavia, which now includes Denmark, Norway and Sweden. Deyir ki, Vikinglər Skandinaviya ölkəsinin insanları idiler, hansı ki hal-hazırda həmin yerə Danimarka, Norveç və İsveç aiddir. The Vikings were farmers and fishermen. Vikinglər fermerlər və balıqçılar idilər. The places where they lived were not easy to live in and grow crops. Deməli, deyir ki, onların yaşadıkları yerlər yaşanılası yerlər deyil, yəni yaşamaq üçün asan yerlər değildi və məhsul yetişdirmək üçün asan yerlər değildi. Britain in Europe had plenty of good farmland, so the Vikings tried to live in some of that land. Britaniya və Avropanın deyir, çoxlu ferma yeri var idi, yəni əkin üçün yaxşı yerləri var idi. Buna görə də Vikinglər bu torpaqların bəzilərində yaşamağa çalışırdılar. Many of them left their homes in search of treasure and adventure. Onların deyir, əksəriyyəti öz yurtlarını xəzinə və macəra axtarışına görə tərk edirdilər. By the year 700, they began attacks on towns of Europe and stole the wealth of those towns. Deyir, 700-cü ilə qədər onlar deməli Avropanın şəhərlərinə hücumlara başladılar və onların bu şəhərlərin var-dövlətini oğurladılar. The Vikings usually attacked suddenly. Vikinglər adətən qəfildən hücum edirdilər. They were cruel to people of the towns that they attacked and often destroyed the towns by burning down the buildings. Onlar deyir, həmin şəhərdəki insanlara qarşı çox qəddar olurdular və onlar adətən deyir, hücum edirdilər və onların evlərini yandıraraq şəhərləri məhv edirdilər. In some parts of Europe, the people fought against them. Avropanın bəzi hissələrindəki insanlar onlara qarşı mübarizə aparırdılar. Sometimes they paid the Vikings and persuaded them not to attack. Bəzən onlar deyir, Vikinglərə pul ödürdülər və onları hücum etməmək üçün inandırmağa çalışırdılar. Gradually, the Vikings stopped attacking the towns in Europe and began trading with their neighbors. Tədricən Vikinglər deməli Avropa şəhərlərinə hücum etməyi dayandırdılar və öz qonşuları ilə ticarət etməyə başladılar. Today, the Scandinavian countries are known as very peace-loving nations. Bugün isə Skandinaviya ölkələri çox sülhsevər millətlər kimi tanınırlar. İndi keçirik suallara baxmağa. Deməli, birinci sualımız nədir? What's the passage mainly about? Yəni, mətin əsasən nədən bəhs edir? Mətin nədən bəhs edir? Gördüyünüz kimi Vikinglərdən bəhs edir. Demişəm ki, hansı varianta ki, yəni cavabını vermək olur? Həmin doğru variantımız həmin cavabdır. Gəlin baxaq. The fights against attackers, deməli, hücumçulara qarşı döyüşlər, bu deyildi. Vikinglərdən söhbət gedirdi. Düzdür, burada döyüşün adı çəkilir, amma ki, bütün mətin döyüşdən bəhs etmir. B variantında deyir ki, cruel nations of Scandinavia, Skandinaviyanın qəddar millətləri, yəni Vikinglər. Baxın, hansına demişəm ki, yəni demək olur. Doğru cavabımız həmin variantı. Bunu saxlayırıq. C variantında deyir ki, the occupied Scandinavian lands, deməli, işğal olunmuş Skandinaviya torpaqları, yenə də bundan bəhs eləmir. D variantında deyir ki, the towns destroyed by the Vikings, Vikinglər tərəfindən dağıdılmış şəhərlər, bu da deyil, şəhərlərdən söhbət getmir. Və Y variantında deyir ki, Avropadakı müxtəlif millətlər, bundan da söhbət getmir. Doğru cavabımız olacaq B variantı. Sizə bir dənə də ipucu verim ki, əgər mətinin nədən bəhs etdiyini bilirsinizsə, məsələn, biz burada bilirik ki, mətin Vikinglərdən bəhs edir, düzdürmü? Həmin ad çəkilən variantlar əsasən düzgün variantlar olmurlar. Çünki artıq Viking deyəndə siz çox rahatlıqla tapa bilərsiniz bunu. Ona görə sizə bu suallar adətən çaşdırmaq üçün verilən suallardır. Onları çıxa bilərsiniz. 70-80% hardasa bu dediyim düzgün gəlir.
Daha sonra keçirik ikinci suala. In the past, the Vikings were known as very peace-loving people. Deyir, keçmişdə Vikinglər çox sülhsevər insanlar kimi tanınırdılar. Amma bu tərsi idi. Görürsünüz? Baxın, today, hal-hazırda onlar sülhsevər millət kimi tanınırdılar. Keçmişdə onlar necə hesab olunurdular? Kobud. Baxın, they were cruel to the people of towns. Onlar deməli insanlara qarşı çox qəddar hesab olunurdular. Ona görə bir yanlış olacaq. İkidə deyir ki, the people in Europe lived in fear of the Vikings. Avropadakı insanlar Vikinglərin qorxusu ilə yaşayırdılar. Bəli, bu da düzgün variantdır. Bu düzgün variantdır. Çünki onlar hücumlara başlayırdılar. Düzdürmü? Avropaya hücumlar edirdilər və bunları şəhərləri dağıdırdılar. Daha sonra üçüncü sualda deyir ki, the Vikings never stopped attacking the towns of Europe. Vikinglər deyir, heç vaxt Avropa şəhərlərinə hücumu dayandırmadılar. Bu yox idi. Baxın, üçüncü abzasın birinci cümləsində deyir ki, gradually the Vikings stopped attacking the towns of Europe. Yəni, tədricən dayandırdılar. Amma burada never var. Demişik ki, cümlənin içərisində never olanda, hardly olanda və yaxud da only olanda bu tipli suallarda əsasən səhvlik olur. Daha doğrusu cümlələrdə səhvlik olur. Ona görə 3-də yanlış olacaq. Və 4-cüdə deyir ki, today people living in Denmark are descendants of the Vikings. Bugün deyir, Danimarkada yaşayan insanlar Vikinglərin əcdadlarıdır. Bəli, bu da düzdür. Baxın, Vikings were the people of Scandinavia, which now includes Denmark, Norway and Sweden. Yəni, hal-hazırda hansı ölkədir? Danimarka, Norveç və İsveç. Deməli, orada yaşayan insanlar əcdadlarıydılar. 2 və 4 olacaq. Deməli, üçüncü sualda how can the Vikings be characterized according to the passage? Vikinglər mətnə əsasən necə xarakterizə oluna bilərlər? Baxırıq birinci cümləyə. They wanted to own the wealth of the towns that they attacked. Onlar deyir, hücum etdikləri şəhərlərin var dövlətlərinə sahib olmaq istəyirdilər. Bu da bu hissədə var idi, baxın. They stole the wealth of those towns. Onlar bu şəhərlərin deməli var dövlətlərini oğurluyurdular. Deməli, birinci doğru cümlə olacaq. 2-də olacaq. They never treated kindly to the people of towns they attacked. Onlar deyir, heç vaxt hücum etdikləri şəhərlərin əhalisinə qarşı mehriban olmadılar. Bəli, orada da var idi. Baxın, they were cruel to the people of the towns. Onlar şəhər əhalisinə qarşı kobud idilər, yəni qəddar idilər. İndi düşünə bilərsiniz ki, axı onlar sonradan dayandırdılar hücum etməyi. Hücum etməyi dayandırandan sonra onsuz da sizə onu soruşmur. Sizdən soruşur ki, hücum etdikləri şəhərin insanlarına qarşı, yəni hücum etdikləri müddətdən gedir söhbət. Yəni 3-cü abzasdakı ifadə sizə lazım olmayacaq. Çünki o artıq hücum etmədikləri dövrdən bəhs edir və o sizə lazım deyil. Burada bizə deyir ki, hücum etdikləri yerlərdə, dövrlərdə qəddar idilər, yoxsa yox, bu da bəli. Kobud və qəddar rəftar edirdilər. Ona görə 1 ilə 2 doğru cavabımız olacaq. 3 ilə 4-də də baxaq. 3-cü cümlədə deyir ki, they were attacked by European countries unexpectedly. Baxın, deyir ki, onlara Avropa ölkələri tərəfindən gözlənilməz şəkildə hücum olunurdu. Əksinə, onlara hücum olunmurdu. Onlar hücum edirdi. Əgər they attacked desəydi, onda bu düz olardı. Onlar hücum edirdilər. Amma burada məchul növ olduğuna görə onlara hücum olunurdu deməkdir bu. Avropa ölkələri onlara hücum eləməyib. Onlar Avropa ölkələrinə hücum etdiklərinə görə 3 yanlış variantdır. Və 4-cüdə deyir ki, they burnt down the buildings of the town. Onlar deməli şəhərin binalarını yandırırdılar. Əslində bu da yanlış deyil. Biraz bu sualda belə deyək də yanlışlıq olduğunu düşünürəm. Çünki onlar şəhərin binalarını yandırırdılar. Baxın, bu hissədə verilib ki, they often destroyed the towns by burning down the buildings. Yəni, əsasən nə edirdilər? Şəhərləri məhv edirdilər. Nə ilə? Binaları yandırmaqla. Sadəcə burada mən düşünürəm ki, town söhbətinə görə bunu yanlış götürmüş ola bilərlər. Yenə də bu sual əslində mübahisəli sualdır. Yəni, 4 də doğru ola bilərdi, düşünürəm ki. Və 4-cü sualda the reasons why many Vikings left their native lands were deyir ki, nəyə görə çoxlu Vikingin öz deməli doğma torpaqlarını tərk etməyinin səbəbi nə idi? Onların doğma torpaqlarını tərk etmək səbəbləri. Burada deyirdi ki, Britaniyada və Avropada çoxlu yaxşı ferma, yəni daha doğrusu ferma üçün yerlər var idi və Vikinglər də çalışırdılar ki, belə yerlərdə yaşasınlar. Onların əksəriyyəti də xəzinə və macəra axtarışına görə öz yerlərini tərk edirdilər. Deməli olacaq doğru cavabımız
Their search for wealth and exciting life, bəli, var dövlət üçün və həyəcanlı həyat üçün axtarışlarına görə. 5-ci sualda having or producing great force or energy. Deməli biz demişik ki, cümləmiz ing ilə başlayırsa, yəni definition'dakı ifadəmiz ing ilə başlayırsa, nitq hissəsi olaraq sifət axtarmalıyıq. Bunu yaddan çıxartmırsınız. Və hansı abzasdan axtarmalıyıq həmin sifəti? Birinci abzasdan. Baxaq görək mənası nədir? Having or producing great force or energy. Ya yaratmaq, ya da ki olmaq, yəni böyük enerjisi ya da gücü olmaq. Doğru cavabımız da burada olacaq. Sifət olan variant birinci abzasda. Burada görürük powerful sözünü. Baxın, güclü. Yəni gücü və enerjisi olmaq deməkdir. Və sifət olduğuna görə də elə bunu yazacağıq. Daha sonra 6-cı sualda to convince sözü və close meaning dediyinə görə yaxın mənasını axtarmalıyıq. Hansı abzasdan? İkinci abzasdan. Convince inandırmaqdır. İnandırmaq sözünün sinonimi burada olacaq. Persuade. İnandırmaq sözünün sinonimi olacaq burada. Persuade. Baxın, persuade ifadəsi də buradadır. İnandırmaq. Yenə də dediyim kimi bunu keçmiş zamanda vermək olmaz. 7-cidə cümləni tamamlayacağıq. By 700 AD, Vikings were attacking cities across Europe and deyir ki 700-cü ilə qədər Vikinglər deməli Avropa ölkələrinə hücum edirdilər. 700 olan cümləni tapırıq və ondan sonra and-dən sonraki hissəyə baxacağıq. And deməli buranı sözdə iki sözü dəyişdirməklə yazacağıq. Stole oğurlamaq deməkdir. Oğurlamaq sözünün yerinə took yazmaq olar, götürdü demək olar və yaxud da oğurlamaq sözü robdur. Robun keçmiş zamanını yazmaq lazımdır. Yəni hansı zamandadırsa həmin zamanda da yazmaq lazımdır. Daha sonra burada hansı sözü dəyişdirmək olar? Wealth, var dövlət. Var dövlət sözünü də riches-lə dəyişmək olar və yaxud da fortune sözü var. Və yaxud da money də deyə bilərsiniz. Yəni ki, xəzinə treasure da deyə bilərsiniz. Yəni nələri puldur da hamısı onu oğurluyurdular. Və town'un yerinə də yenə city də yaza bilərsiniz. Yəni town'un sinonimi city kimi gedə bilər. Daha sonra keçirik 8-ci suala. 8-ci sualda bizdən istəyir 3 cümlə yazmağımızı. How do you see the world without wars? Deyir ki, sən dünyanı müharibələr olmadan necə görə bilərsən, necə görürsən? Deməli, məsələn, başlaya bilərik nə formada? Əvvəlcə müharibənin mənfi tərəfləri ilə bağlı danışa bilərik. Daha sonra həmin bu şeylər olmasa dünya daha da gözəl olar deyə bilərik. Məsələn, mən deyərdim ki, necə başlayardıq? Mən deyərdim ki, demək olar ki, hər kəs ən az bir dəfə həyatında müharibə görüb. Demək olar ki, hansı sözdür? Almost. Sonra hər kəsi deyəcəm. Everyone. Mübtədanı yazandan sonra xəbər lazımdır bizə. Görüb. Görüb bitmiş zaman olduğuna görə has seen. Nəyi görüb sonra tamamlığı yazmaq lazımdır. War. Ən az bir dəfə. Ən az hansı sözdür? At least. Bir dəfə sözü. Once. Həyatında, həyatı boyunca. In their lifetime. Bu birinci cümləmiz. Daha sonra müharibənin mənfi tərəflərini deyək ki, bunlar olmasa həyat daha da gözəl olar. Məsələn, deyə bilərik ki, müharibələr çoxlu ölümə səbəb olublar. Wars have caused çoxlu ölümə. A lot of deaths. Burada insan ölümü yazmıram, çünki insanlarla bağlı digər canlıların da məhvinə səbəb olublar. Daha sonra ətraf mühitin çirklənmə. Deməli, necə deyə bilərik? Atmosferə buraxılan barıt səbəbindən ətraf mühitin çirklənməsinə səbəb olublar. Ətraf mühitin çirklənməsi nədir? Environmental pollution. Deməli, atmosferə buraxılan barıtlar nəticəsində, barıtlara görə. Because of barıt hansı sözdür? Gunpowder. Gunpowders atmosferə buraxılan released into atmosphere.
Daha sonra deyə bilərik ki, müharibələr olmadan mən düşünürəm ki, dünya daha deməli dinç olar və yaşamaq üçün daha yaxşı yer olar. Yazırıq ki, mən düşünürəm ki, I think dünya, the world, olar sözünü yazacağıq daha sonra. Olar dediyimə görə, bu gələcək zaman olduğuna görə will, sonra olmaq sözü be, daha dinç desək peaceful, peaceful və yaşamaq üçün daha yaxşı yer desəm and better yer, place, yaşamağa, yaşamaq üçün demişik, harda magmaq eşidiriksə onun yerinə to yazacağıq və daha axırda da to live, yaşamaq üçün daha yaxşı yer olar. Düşünürəm ki, bu qədər kifayətdir. Yəni 4 cümlə oldu. Daha çox 5 də 6 da eləyə bilərsiniz, amma çalışın ki, lap çox olmasın. Yəni ki, səhviniz nə qədər çox olsa, o qədər bal kəsiləcək. 3 cümlə, ən az 3 cümlə yazın, amma çalışın ki, düzgün yazasınız. Bu qədər aydın olmayan nəsə varsa, zəhmət olmasa rəylərdə qeyd edərsiniz. Daha çox videonun gəlməyini istəyirsinizsə, bəyənib abunə olmağı unutmayın. Hələlik.